Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Rusiyaya növbəti zərbə. Putin onu hakimiyyətə gətirə bilməyəcək. Paşinyan hücuma keçdi. Kremlə qarşı plan nədir? Ermənistanda ədalət bərpa olunur. Telegraf xəbər verir ki, bunu erməni politoloq Georgi Tumasyan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsini şərh edərkən deyib. Ekspert bildirib ki, Köçəryanın idarəetmə sistemi bir çox erməninin vətəni tərk etməsinə səbəb olub. Hakimiyyətlərini qorumaq üçün Ermənistanı xarici dövlətdən asılı vəziyyətdə saxlayıblar. Ölkənin talan edilməsindən və dövlətçiliyi məhv edən ideyalardan başqa heç bir işlə məşğul olmayıblar. Yenidən hakimiyyətə gəlsələr, Ermənistanı məhvə aparan yola sürükləyəcəklər. Tumasyanın sözlərinə görə, əgər Rusiya bu insanları dəstəkləyirsə, o zaman Ermənistan dövlətinin məhvinə görə birbaşa məsuliyyət daşıyır. Biz də Rusiyaya deyirik ki, onları yenidən hakimiyyətə gətirə bilməzsiniz. Politoloq qeyd edib ki, Rusiya Ermənistanı ya özünə tabe olan dövlət, ya da düşmən kimi görür. Georgi Tumasyan Rusiyanın payızda Ermənistana qarşı yeni məhdudiyyətlər tətbiq edəcəyini və müxtəlif maneələr yaradacağını istisna etmir. Məhkəmə sistemində Köçəryan-Sərkisyan mafiyası hələ də dayaqlarını saxlayır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu şəxslərin qanun pozuntusu haqda məlumatların indiyə qədər araşdırılmaması barədə danışarkən deyib. Paşinyan bildirib ki, onun baş nazir kimi yox, vətəndaş kimi sualları var. Bu şəxslərin cinayətləri ilə bağlı faktlar olduğu halda prokurorlar, müstəntiqlər 8 il ərzində niyə tədbir görməyiblər? Sərkisyanın ailəsinə məxsus olduğu deyilən şirkətlərlə bağlı bəzi hallarda cinayət işi açılıb, amma araşdırılmayıb. Yoxsa zəng edib cinayət işlərinin ləğv edilməsini tələb edən mən idim? Cavab verilməlidir. Mənim siyasi cavabım budur ki, Köçəryan-Sərkisyan mafiyası hələ də məhkəmə sistemində öz dayaqlarını saxlayıb. Köçəryan ailəsi təhlükəsizlik qüvvələrinin gələcəyini öncədən bilirdilər. Uşaqları da qəsdən evdə saxlayaraq silah kimi istifadə ediblər. Paşinyan qeyd edib ki, 8 ildir baş nazir olsa da oteli, sanatoriyası və milyardları yoxdur. Köçəryanın milyardlarının haradan olduğu müəyyənləşdirilməlidir. Deyirlər ki, bu biznesdir. Kimi aldadırsınız? Robert Köçəryan, Serj Sarkisyan və Qaqik Tsarukyan pensiya ilə yaşamalı, qanunsuz olan əmlakları, milyardları Ermənistan xalqına qaytarmalıdırlar. Başqa yolu yoxdur. Əgər bu baş verməsə, yeni inqilab olacaq, o bildirib. Paşinyan Tsarukyana qarşı cinayət işinin niyə araşdırılmadığına da gündəmə gətirib. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoruna, keçmiş baş prokurora, onların müavinlərinə suallar ünvanlayıb. Bəlkə pul almısınız, yoxsa düşünürsünüz ki, biz sizin arxanızca düşməyəcəyik? 2 toyuq oğurlayanları acılıqdan öldürürlər, amma bunlar rahat yaşayır. Bu işdə kimin əli varsa məsuliyyətə cəlb olunmalıdır. Onların ailə üzvlərinin əmlakı müəyyən edilməli, Toyota dilerliyi ilə əlaqəsi araşdırılmalıdır. Bütün hüquq mühafizə orqanlarının əməkdaşları bu işlərə görə məsuliyyət daşımalıdır. Bəlkə Köçəryan, Sərkisyan, Tsarukyandan pul alıblar. Kim Köçəryana onun arxasınca gələcəklərini deyir, kimlər məlumat ötürür. Məlumat sızdıranları tapacağıq. O vurğulayıb ki, dövləti talayanları əvvəllər 3 başlı canavar adlandırırdı, lakin artıq onlara 5 başlı canavar deyir. Paşinyanın sözlərinə görə Köçəryan, Sərkisyan, Tsarukyan, Karapetyan və bütün ermənilərin katolikosu canavarın başlarıdır.